Salam əziz izləyicilərim, kanalımıza xoş gəlmisiniz. Bu videoda fərqli üsulla şor qoğalının içliyini hazırlayıram. Qarşıdan da gözəl bayramlarımız gəlir. İstədim ki, bu üsulu da sizinlə paylaşım. İçliyi hazırlamaq üçün 500 qram un götürmüşəm. Onun üzərinə 100 qram əridilmiş ilıq halda kərə yağını əlavə edirəm. Və üzərinə ədviyyatlar əlavə edirəm. Mən duz, qara istiot, sarı kök, cirə və şor qoğalının olmazsa olmazı raziyana əlavə etdim. Bir də kəkli otu əlavə etdim. Ardından da gördüyünüz kimi 2 ədəd yumurtanı qarışdırıb əlavə edirəm. İndi deyəcəksiniz ki, yumurtanın burada nə işi var? Mənim anam hər zaman bu cür hazırlayırdı. Mən də ondan bu cür öyrənmişəm. İstədim ki, bu üsulu sizinlə də paylaşım. Qeyd edim ki, ədviyyatlar zövqə görədir. Öz ağız dadınıza uyğun hazırlaya bilərsiniz. Onu da deyim ki, bu qayda ilə çox dadlı içlik alınır. Siz də istəsəniz mütləq bu cür hazırlayın. Mən əminəm ki, siz də bəyənərsiniz. Bu cür əlimlə yaxşıca ovuram. Yaxşıca qarışdırdıqdan sonra içliyimiz hazır olur. Onu da qeyd edim ki, əgər içlikdən artıq qalarsa, qalan içliyi də azca tavada qovurub, soyuyandan sonra saxlama qabında, buzluqda uzun müddət saxlamaq olar. Gördüyünüz kimi, mən bu cür hazırladım. Çox gözəl alınır. Siz də mütləq hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyəndinizsə, xoşunuza gəldisə, bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.